Salam, vaxtınız xeyir. Bu dəfə sizə cingilmədən danışacağım. İnsan bədəninə cingilmə anlayışı müxtəlif xalqların inanclarında dərin köklərə sahibdir. Bu anlayış daha çox ruhani aləmlə fiziki dünyanın kəsişməsi kimi qəbul olunur. İnanca görə insan psixoloji cəhətdən zəif vaxtında qorxu, kədər, depressiya və ya ağır stres yaşadığı dövrlərdə onun enerjisi zəifləyir. Bu zəiflik isə görünməyən varlıqların, cinlərin insana təsir etməsi üçün zəmin yaradır. İnanclarda cinlərin insanın şüuruna müdaxilə eləməsi, davranışların dəyişməsi və hətta bədənində özünü göstərməsi kimi təsəvvürlər geniş yayılıb. Belə hallarda insanlar özlərini idarə eləyə bilmir. Qəfil qorxu hissi yaşayır, narahat gecələr keçirdirlər. Səbəbsiz aqressiya, həyəcan və halsızlıq hiss edirlər. Ruhun bədənindən ayrılmaq üzrə olduğu insanda enerji balansı pozulur. Elə ona görə də bu kimi halların qarşısını almaq üçün mütəxəssisə müraciət olunmalıdır. Lap qədim dövrlərdə psixoloji pozuntular çox zaman cin azarı kimi başa düşülürdü. Bu da hamının hadisəni mistik dildə ifadə eləməsinə səbəb olurdu. Bu dəfəlik bu qədər. Çalışın, salamat qalın.